Hər vaxtınız xeyir əziz tamaşaçılar. Reaksiya TV-nin efirində siyasi reaksiya verilişini izləyirsiniz. Artıq 2 gündür ki, ölkədə bildiyiniz kimi tədbin yeni rəhbəri ən böyük xəstəxanaların direktorlarını, rəhbər şəxslərini vəzifədən azad edib, eyni zamanda öz müşavirlərini. Bu da təbii ki, ciddi müzakirələrə səbəb olub, müsbət mənada. Yəni bu başlanan islahatlar nə ilə nəticələnəcək? İrəliyən dəqiqələrdə hər zaman danışdığımız ölkənin səhiyyə sistemindəki problemlər və bundan sonra hansı düzəlişlər və bu sistemdə irəliləyişlər olacaq. Təbii ki, müzakirə edəcəyik qeyd etdiyim istiqamətdə və digər mövzularımız da var. Regionda baş verən proseslər, yaxın şərqdəki davam edən gərginlik, ABŞ, İsrail, İran gərginliyi, hazırki vəziyyət və təbii ki, Rusiya-Ukrayna cəbhəsindəki vəziyyətə də verilişimizin sonunda toxunmağa çalışacağıq. Studiyamızın qonağı Ümid Partiyasının sədr müavini Bakir Həsənbəyli ilə. Bakir bəy, salamlayıram sizi. Salam, xoş gördük. Təbibdə nə baş verir? Elə yayın başlığına da qoyduğumuz kimi islahat yoxsa inqilab adlandıra bilərik. Buyurun. Təşəkkür edirəm. Əvvəla qeyd edim ki, 2018-ci ildə Cənab Prezidentin müvafiq fərmanı ilə təsis olunan təbib əsasən səhiyyə sistemində icra ilə bağlı demək fəaliyyət göstərib və əsasən ölkənin demək tibb müəssisələrində ümumi nəzarət funksiyası və rəhbərlik funksiyasını həyata keçirib. Səhiyyə Nazirliyindən fərqli olaraq deməli Səhiyyə Nazirliyi əsasən dövlətin səhiyyə siyasətini müəyyən edib icrasından sorumlu olan bir dövlət qurumu olduğu halda təbibdə isə dediyim kimi əsasən icra struktura nəzarət funksiyasını öz üzərinə götürülmüşdür və çox təəssüf ki, ötən müddət ərzində hələ də bu sistemdə baş verən neqativ hallar tam aradan qaldırılmıyor. Düzdür, dünyanın bütün ölkələrində 100%-lı və yaxud ideal deməli sistemin olması mümkün deyil. Yaxşı, ən yaxşı halda deməli nəticələr əldə etmək olur. Amma söhbət ondan gedir ki, ötən bu illər ərzində təbibdə məsəl üçün hər birimizin müraciət etdiyimiz poliklinikalarla bağlı məsələlərdə tutaq ki, burada kifayət qədər ciddi demək problemlər var idi. Ciddi problemlər elə girişdəcə demək icbari tibbi sığorta ilə bağlı problemlər mütəmadi olaraq insanların həm zaman baxımından, həm əsəblərin gərginləşməsi ilə bağlı məsələlərdə, eyni zamanda həmin o texniki qüsur problemlər insanlar arasındakı münasibətlərin pozulmasına səbəb olacaq amillərdən biridir. Məsələn, müraciət etdikdə sistemin normal işləməməsi. Bu, bilirsiniz necədir? Artıq biz 21-ci əsrdə yaşayırıq. Sözsüz ki, elmi texniki tərəqqi deməli, bu Azərbaycanda da səhiyyə sistemində də tətbiq olunmuş deməli bir formatdır. Amma çox təəssüf ki, məsələn, poliklinikalarda, hətta böyük xəstəxanalarda belə, məsələn, mən xatırlayıram, Neftçilər xəstəxanasında ölkənin ən böyük deməli xəstəxanalarından, klinikalarından biridir və orada bir dəfə saatlarla deməli sistemin donması ilə bağlı anons verildi. O da təxminən 1-2 saatdan sonra bu anons verildi. İnsanların narahatlığı, insanların müxtəlif deməli orqanlara, dövlət orqanlarına telefon vasitəsilə müraciət etməsi və sair və axır məsələlərdən sonra demək olar ki, deməli mən orada bir laqeydliyin şahidi oldum ki, kim istəmirsə gedə bilər. Orada həmişə elə olur. Çox dəhşət sıxlığı olur. Bu idarəçilik forması deyil bəy. Belə deməli normal idarəçilikdən söhbət gedə bilməz. Nəzərə almaq lazımdır ki, ölkə Cənubi Qafqazın lider ölkəsidir və dünyanın demək nəqliyyat dəhlizləri var ki, o nəqliyyat dəhlizləri eyni zamanda Azərbaycanın yürütdüyü siyasət var ki, istər yaxın şərqdə, istər qlobal siyasətdə Azərbaycan həmişə diqqət mərkəzində saxlayır və
biz əsasən qardaş Türkiyə kimi həm də bir turizm ölkəsi olmaq iddiamızı ortaya qoymuşuq. Nəzərə almaq lazımdır ki, əgər dünyanın müxtəlif dövlətlərindən gələn deməli hər hansı bir turist özünün deməli hər hansı bir tibbi demək xidmətə ehtiyacı olduğu halda bu cür yanaşmalar sözsüz ki, Azərbaycanın dünya çapındakı imicinə ciddi təsir göstərən amillərdən biridir. Və bu baxımdan mən düşünürəm ki, hal-hazırda baş verən demək təbib daxilində bilirsiniz ki, siz də qeyd etdiniz ki, bir neçə xəstəxanaların rəhbərləri, hətta mən ötən gün deməli mediaya nəzər yetirərkən, hətta onların mavinlərinin belə vəzifədən azad olması ilə bağlı informasiyalar dərc olunmuşdu. Biz sadəcə ümid edək ki, rəhbərliyin dəyişilməsi və yaxud yeni rəhbərliyin təyinatı bizim sadaladığımız və sadalamadığımız deməli problemlərin həllinə yardımçı olsun. Məsələn, tutaq ki, mən şəkər xəstələri ilə bağlı konkret bu çox ciddi bir nüansdır. Məsələn, aylıq preparatların bəli, nəzərə almaq lazımdır ki, məsələn, bunu açıq şəkildə demək lazımdır. Reaksiya TV vasitəsilə yəqin ki, aidiyyəti dövlət qurumları bizə deməli qulaq asırlar, bizi dinləyirlər. Məsələn, şəkər xəstələri ilə bağlı ayda bir dəfə şəkər xəstəsinə dövlətin təyin etdiyi dərman vasitələrinin verilməsi ilə bağlı artıq illərdir ki, qərar var. Amma bu dərman təyinatı ilə bağlı məsələlər o qədər problemlidir ki, onlarla insan bir deməli endokrinoloqun kabinetinin qarşısında yığılırlar və bu o qədər ciddi demək onların səhhətinə təsir göstərir ki, nədən təsir göstərir? Çünki saatlarla deməli dururlar icbari tibbi sığortadan deməli həkim qəbuluna getmək üçün növbə götürülməlidirlər. Daha sonra isə həkimin qəbuluna düşmək üçün deməli saatlarla da orada gözləyirlər və ən məsələnin qəbul olunmayan tərəfləri ondan ibarətdir ki, deməli xəstələr qeydiyyatda olduğu, bu əksər poliklinikalara aid deyil, amma mənim rastıma çıxan, tutaq ki, məsəl üçün 38 nömrəli Bakı şəhər deməli 38 saylı deməli poliklinikadan söhbət gedir. Orada məsəl üçün demək dərmanın alması üçün bir neçə deməli dayanacaq kənarda olan adamlar da ora əlavə deməli vəsait xərcləyirlər. 2 nəqliyyat vasitəsi dəyişirlər, dərmanları oradan alırlar və dərmanların verilməsi necədir Arzu bəy? Dərmanların verilməsi məsələsi. Məsəl üçün tutaq ki, insulin deməli qəbul edən demək xəstələrə verilən şprislərdən söhbət gedir. Bu əgər bir aylıq verilirsə, bu sözsüz ki, o insulin belə deyək də insanların xəstənin daha doğrusu istifadə etdiyi miqdarda o bölünməlidir deməli bir aya və o 1 flakon, 2 flakon, eləsi var ki 3 flakon istifadə edirlər və sözsüz ki, bu gündə bir neçə dəfədirsə, o dəfələrlə, axı bu dövlətindir də, dəfələrlə deməli, tutaq ki, gündə 2 dəfə vurmalıdırsa, 60 şpris verilməlidir. Çünki dövlət bu təminatı qoyub. Həm də həmin həkimin deməli, kabinetinin qarşısına yazılıb ki, 1 aylıq. Yəni 2 aylıqdan söhbət getmir, 15 günlükdən söhbət getmir. Amma nə baş verir? Məsəl üçün, hər xəstəyə 1 flakon deməli, verirlər və cəmi 7 və yaxud 8 ədəd şpris verirlər. Bildirirlər ki, şpris yoxdur. Bu da təxminən bir 3 aydır o 8 ədəd şpris verilir. Ondan əvvəl isə artıq 1 ilə yaxın idi ki, o da verilmirdi. İndi burada maraqlı bir sual ortaya çıxır, üzrsən Bakir bəy. O qeydiyyatda olan xəstələr var da, konkret elə şəkər xəstəliyi və digər xəstəliklər üzrə. O adam sayına uyğun o preparatlar, o deməli preparatlarla həmin poliklinikalar təmin olunmurmu ki, bu deyir, çox rastlaşırıq, filan dərman bitibdir, yoxdur. Filan, bu necə tənzimlənir? Deməli, şahid olduğum bir nüansda istəyirəm sizin diqqətinizə çatdırım. Məsələn, həmin insulinlər və yaxud
şəkər xəstəsinin deməli qanındakı şəkərin miqdarını ölçmək üçün istifadə olunan testerlər var ki, onlar belə deyək də ayrı-ayrı şəxslər tərəfindən satılır. Biz bazarlarda deməli daha doğrusu əskər yeməklərinin əskərlər üçün hərbiçi üçün nəzərdə tutulmuş deməli yeməklər var ki, qidalar var daha doğrusu. O qidaların üzərində satışı qadağandır yazılır. Bunların üzərində satışı qadağandır və yaxud tutaq ki, hər hansı bir cinayət maddəsi ilə cəzalandırılma imkanları olsa belə bunlar satılır. Məsəl üçün, hər kəsin evində xəstəsi var. Öyle şəkər xəstəsi bilirsiniz ki, son vaxtlar geniş yayılmış xəstəliklərdən biridir. Nəzərə almaq lazımdır ki, deməli bu preparatların böyük əksəriyyəti qara bazarda və yaxud ayrı-ayrı şəxslərdə əllərdə satılır bu məsələlər. Tutaq ki, aptek qiymətlərindən deməli bir neçə manat aşağı satıldığı üçün insanların əsasən diqqətini o istiqamətdə cəlb etdiyi üçün, yəni onlarda satılır qara bazarlarda. Və siz çox doğru qeyd etdiniz ki, əgər ölkədə şəkər xəstələrinin konkret sayı Canlı yayımımız davam edir. Əziz tamaşaçılar, texniki qüsura görə üzr istəyirik. İnternet problemi ölkədə hələ də qalmaqda davam edir. Yəqin ki, bu məsələyə də bir baxılmalıdır. Dünyanın inkişaf etdiyi, sivilizasiyanın hansı səviyyədə olduğu bir vaxtda bu internet məsələsi canlı yayımdayıq. İnternet olmasa biz bu efiri idarə edə bilmirik. Bəli, Bakir bəy çox ciddi məsələlərə toxundu. Ölkənin səhiyyə sistemi, təbibdə baş verən proseslər və biz də ümid edək ki, bundan sonraki elə davam edən islahat deyək, qeyd olunan nöqsanlar növbəti mərhələdə aradan qaldırılacaq. Təbii ki, qeyd etdiyim kimi digər məsələlərə də toxunacağıq. İrəliyən dəqiqələrdə İran-ABŞ-İsrail qarşıdurmasının, hərbi əməliyyatların hazırki vəziyyəti nə yerdədir? Bildiyiniz kimi ötən günlərdə məlumat yayıldı ki, Pakistanda, İslamabadda görüşlərin növbəti raundu keçiriləcək, amma İran tərəfi bu görüşdə iştirakdan imtina etdi və Trump qeyd etdi ki, növbəti deməli mərhələyə qədər bu atəşkəs rejimi uzadıldı və bu da müxtəlif şərhlərə səbəb oldu ki, ABŞ tərəfi geri çəkildi, İran güc nümayişi etdirdi. Siz necə düşünürsünüz? Hazırki vəziyyət nə yerdədir? Qısa belə deyək də cavab versək, ABŞ-ın hərbi imkanları ilə İran İslam Respublikasının hərbi imkanlarını müqayisə edəndə və yaxud hərbi büdcələrini müqayisə edəndə hərbi büdcələr arasında 100 dəfə deməli bir fərq var. 100 dəfəlik bir fərq olan münaqişədə Amerika Birləşmiş Ştatlarının geri çəkilməsi, qorxu deməli hissinin yaşanması və s. bütün bunlar absurddan başqa bir nüanslar deyil. Amerika Birləşmiş Ştatlarının qarşıya qoyduğu iki amil var idi. Deməli, Hörmüz boğazına, yalnız Hörmüz boğazına deyil, ümumiyyətlə nəqliyyat, logistika, keçid deməli qovşaqlarına nəzarət imkanları. Bilirsiniz ki, Trump administrasiyası hakimiyyətə gəldikdən ən qısa zamanda deməli Panama ilə bağlı bu addım attı. Nədən Panama ilə bağlı addım attı? Çünki Panama kanalının əvvəlində və sonunda Çin şirkətləri fəaliyyət göstərirdilər və böyük məbləğdə kifayət qədər ciddi bir maliyyə qazancları vardı. Dərhal iddiasını deməli irəli sürdü Panama kanalı ilə bağlı. O kanal Amerika Birləşmiş Ştatlarının maliyyə vəsaiti ilə inşa olub deyə bir iddia irəli sürdü. Daha sonra isə Qrenlandiya ilə bağlı məsələlər oldu. Çünki deməli Qrenlandiya 7-24 deməli zaman müstəvisində Çin demək gəmiləri Rusiyanın o yaratdığı nəqliyyat xətti var ki, orada hərəkət edirdilər, böyük ticarət orada dövr edirdi. Qrenlandiya ilə bağlı iddiasını qoydu və Avropa ölkələri ilkin variantda müəyyən narahatlıqları və narazılıqlarını ifadə etməsinə rəğmən, amma bugün fikir verirsə nə Panama kanalı ilə bağlı, nə də ki Qrenlandiya ilə bağlı hər hansı bir ortada iddialar yoxdur.
Daha sonra isə mərhələlərlə deməli Venezuela ilə bağlı bu addım attı. Bilirsiniz ki, Venezuela ən çox neft ehtiyatına sahib olan bir dövlətdir. Təxminən 304 milyard deməli bareldən söhbət gedir. Söhbət ondan gedir ki, deməli Rusiya Ukrayna labirintindədir. Çox ciddi problemi var. Rusiyanın hətta may ayının 15-nə, 16-sına qədər deməli Rusiyanın qismən neftinin satması ilə bağlı sanksiyaların yumşaldılması Rusiyada xüsusi sevinclə qarşılanır. Halbuki Rusiya Avropanın qaz təminatını, neft təminatında 1/4 öz üzərinə götürmüş bir ölkə idi. Bu gün isə tamam fərqli bir situasiyadır və nəhayət deməli Amerika Birləşmiş Ştatlarının yeni dünya düzənində təkqütlü dünyanın qurulması ilə bağlı qarşısına qoyduğu deməli bir strategiya var ki, o strategiyada ona yeganə mane olan amil deməli İran idi. Çünki İranın sərbəst Çinlə deməli ticarət demək dövriyyəsi Amerika Birləşmiş Ştatlarının diqqətindən kənarda qala bilməzdi. İran Çinin enerji ehtiyatının təxminən 12-14% civarında təminatı ilə məşğul idi. Amma məsələ bununla da bitmirdi. Hörmüz dünyanın 6 qovşağından, nəqliyyat qovşağından, əsas qlobal ticarətdə əsas nəqliyyat qovşağından biridir. Və bugün Hörmüzə deməli Hörmüzlə bağlı irəli sürən iddia da sıradan bir məsələlər deyil. Məsəl üçün bəzən Hörmüzdən yalnız 13-14% nəzərdə tutulur. Halbuki Çinin enerji təminatının 38% Hörmüz boğazından keçir. İranın özünün xarici ticarətinin isə 90% Hörmüz boğazından keçir. Sözsüz ki, deməli Amerika Birləşmiş Ştatlarının qarşısına qoyduğu bu iki məsələ var idi ki, İran neftinin birlikdə hasilatı və realizasiyası, çünki İranın kifayət qədər ciddi təbii resursları var. Bu 27,3 trilyon dollarlıq deməli bir deməli ehtiyat bir resurslardan söhbət gedir ki, müxtəlif deməli orada neft qazdan başqa müxtəlif kimyəvi maddələr, mineral torpaq elementləri də var bu məsələlərdə. Hətta Çindən 4 milyard dollar çoxdur. İranın bu ehtiyatı 4 trilyon üzr üstəm dollar daha çoxdur. Deməli bu məsələlərdə, yəni sözsüz ki, Amerika Birləşmiş Ştatları İranın deməli bu sərbəstliyinə imkan verməyəcəkdi və bugün demək baş tutan bu atəşkəs məsələsi var ki, bu atəşkəs məsələsi kontekstində daha doğrusu bundan əvvəl İran öz əli ilə ayağının tələsini Amerika Birləşmiş Ştatlarına çox böyük məmnuniyyətlə belə deyək də təqdim etdi. Nə idi bu? Hörmüz boğazı idi. Çünki İran deməli özünün xarici ticarətinin 90%-ni həyata keçirdiyi bir deməli körfəzi, bir boğazı zərbə müstəvisinə çıxartmamalı idi. O tamamilə fərqli situasiyada deməli hərəkət etməli idi. Lakin nə baş verdi? Amerika Birləşmiş Ştatları dərhal deməli bu məsələləri tutdu. Burada da bir neçə amillər var. Arzu bəy, nədir burada? Müharibə öncəsi Avropa Birliyi ölkələrinin deməli Trumpın hakimiyyətə ikinci dəfə gəlişindən sonra mərkəzdən qaçma tendensiyaları baş verirdi. Məsəl üçün tutaq ki, Fransa, Almaniya bunlar Avropa Birliyinin əsas deməli dominant olan ölkələrindir. Bunların Çinə, Hindistana səfərləri, onlarla strateji müttəfiqlik və yaxud tərəfdaşlıqla bağlı deməli hər hansı bir deməli sənəd üzərində müzakirələrin aparılması, təhlükəsi ilə bağlı deməli danışıqların getməsi bu Amerika Birləşmiş Ştatlarının nəzarətindən kənarda qala bilməzdi, mümkün deyildi. Çünki Amerika Birləşmiş Ştatları Trumpın hakimiyyətə gəlməsinə qədər istər Avropa ölkələrini, istərsə də Asiyanın inkişaf etmiş ölkələrini sənayesini dəstəkləmək üçün, təhlükəsizliyinin təmin olunması üçün ildə 3,5 trilyon dollar borclanırdı. Və Trump nə etdi? Trump gəldi ki, siz komfortunuzu pozmursunuz, amma Amerika Birləşmiş Ştatlarının borcu artıq 39 trilyona çatır. Yəni bu kifayət qədər böyük məbləğdir. Əgər özünün daxili məhsulu belə deyək də 30 trilyonsa, 39 trilyon özünün bu kifayət qədər ciddi bir rəqəmdir. Və bu təhlükəsizliyin təminatı ilə bağlı məsələlərdə yeni orbit
yeni təhlükəsizlik çətiri axtarışı Avropa Birliyinə daxil olan ölkələr və yaxud da Avropa ölkələrində belə deyək də əks effekt yaratdı. ABŞ nə baş verdi? Məsəl üçün artıq belə deyək də o ölkələrin daxilində ciddi inflyasiya, qiymət artımı ilə bağlı ciddi şəkildə deməli iqtisadi dalğalanmalar baş verir. Və yenidən ABŞ-ın orbitinə qayıtmaq üçün ABŞ deməli Hörmüz boğazını ikinci təkrar blokadaya aldı. Bu eyni zamanda Körfəz ölkələrinə də aiddir. Məsələn, Körfəz ölkələri onlarda da mərkəzdən qaçma tendensiyalar vardı. Məsələn, Birləşmiş Ərəb Əmirliyi, Qətər, Türkiyə ilə hərbi, diplomatik, təhlükəsizliklə bağlı danışıqların aparması, Səudiyyə Ərəbistanın Pakistanla düzdür 2015-ci ildə təhlükəsizliklə bağlı deməli bunların müqavilələri vardı, amma buna baxmayaraq yenidən o sənəd üzərində işlərin getməsi bu kifayət qədər ABŞ-ın belə deyək də dünya çapında o tək qütblü qurmaq istədiyi deməli o məsələlərdə ciddi arqumentlərdən biri idi. Bu baxımdan bu da deyil. Bundan başqa bilirik ki, ehtimal olunan bir səfər var. Amerika Birləşmiş Ştatları prezidentinin Çinə 15-16 may tarixlərində səfərləri var. Əslində ABŞ prezidenti öz portfelində dediyim kimi Panama kanalı ilə bağlı, ondan sonra deməli Qırlandiya ilə bağlı, Venezuela ilə bağlı. Çünki bu məsəl üçün Venezuela'dan ən ucuz belə deyək də özünün enerji təminatı ilə bağlı neft alırdı. İrandan ucuz neft alırdı. Məsələn, təxminən 47 dollara, 45-47 dollar arasında alırdı neftin və artıq o portfelində həm də Hörmüz boğazı ilə bağlı məsələləri aparmaq istəyir ki, artıq bu da mənim nəzarətimdədir. Sən mənim tək qütblü dünya projeyimə mane olacaq səviyyədə deyilsən, imkanları deyilsən. Çünki Çin bilirsiniz ki, iqtisadi imperiya qurmuş bir deməli dövlətdir. Hətta bəzi deməli sənaye deməli sahələri var ki, Çin Amerika Birləşmiş Ştatlarını keçmə ərəfəsindədir. Ciddi şəkildə keçmə ərəfəsindədir. Ciddi şəkildə qlobal deməli iqtisadiyyatda özünün yeri və rolu olan məsələlərdir. Yəni bu baxımdan bu da nüanslardan biridir. Digər bir nüans isə alternativlərin axtarılması məsələsidir. Məsələn, tutaq ki, dünyanın bir o qədər də xəbəri yox idi ki, Şərq-Qərb Səudiyyə Ərəbistanının nəzarətində olan Şərq-Qərb məsələn tutaq ki, o xətti ilə bağlı məsələlərdə və yaxud Birləşmiş Ərəb Əmirliyinin Əbu Dabi xətti ilə bağlı məsələlərdə. Belə deyək də dünyanın, amma nə baş verdi? Artıq Hörmüz boğazının bağlanması həm də alternativlərin yaranmasına və yaxud yaranması ilə bağlı addımlara səbəb oldu. Məsəl üçün 1960-cı ildən İsrail Ben Gurion kanalı ilə bağlı addımları var. O əsasən 58-60-cı illərdə Süveyş kanalından Misir imkan vermirdi. Deməli İsrailin yük gəmilərinin keçməsi ilə bağlı 60-cı ildən bir projesi var, o projenin həyata keçməsi ilə bağlı. Nədən Qəzzanı deməli darmadağın etdilər? Çünki o projeye əsasən nədən Qəzzadan insanların köçürülməsini ilə bağlı belə deyək də dəmir iradə qoyur ortalığa Netanyahu. Çünki həmin o Ben Gurion kanalı məhz Qəzzadan fırlanaraq keçmə məsələsi var. Bütün bunlar Azərbaycanın mövqeyi bu məsələdə önə çıxır. Məsələn, tutaq ki, deməli 2025-ci ildə Çinlə Avropa arasında 560 milyard dollarlıq bir ticarət dövriyyəsi olub. Bu ticarət dövriyyəsinin cəmi 8% quru yolla, 1% deməli hava yolu ilə, 91% isə dənizlə baş tutub. Yəni bu da 40 günlük təxminən deməli bir zaman kəsimidir və 22.000 kilometrdir. Amma İranın deməli Qırmızı dənizdə, Husilərin ki Qırmızı dənizdə yaradacağı problem var. Bu problemlərlə üzləşməmək üçün Afrikanı dolaşaraq 26.000 deməli kilometr zaman sərf edirlər. Su nəqliyyatı quru nəqliyyatından 2 dəfə ucuz olur. Amma bu qədər zaman məsələsi, bu qədər məsafə məsələsi, bu əslində deməli Azərbaycan kimi dövlətlərin mövqeyini ona görə önə çıxardır ki, məsəl üçün Gürcüstan üzərindən keçməklə 8.000 kilometr, Azərbaycan üzərindən keçməklə isə ABŞ-dan deməli, üzr istəyəm, Çindən Avropaya cəmi 7.000 kilometrdir. Əslində bu
quru nəqliyyatında mənfəəti 2 dəfə artırır. Xərclər 2 dəfə azalır. Yəni bu baxımdan mən düşünürəm ki, bu münaqişə son olaraq ABŞ-ın qarşısına qoyduğu deməli bir belə deyək də strategiya var idi ki, bunun həyata keçməsinin nəticələnəcəkdir. İranın ortaya müqavimət qoyması əslində İranın biz İran deyərkən əslində hal-hazırda Sepah nəzərdə tuturuq. Sepahın ortaya demək iradə qoyması, iddia qoyması, Sepahın özünün gələcəyi ilə bağlı yekdil fikirdə, konkret fikirdə olunmasının əlaqədərdir. Çünki Sepah ölkə iqtisadiyyatının 46%-nə nəzarət edir. 2 limanı var, 1118 şirkəti var Sepahın daxilində və Sepah bilir ki, hər hansı bir rejim dəyişikliyi və yaxud hər hansı bir razılığın əldə olması Sepahın həm siyasi, həm hərbi çöküşünün demək tətikləyəcək addım olacaqdır. O baxımdan mən düşünmürəm ki, İranın sona qədər ortaya iradə qoyma imkanları olacaqdır. Mən bir neçə efirdə bunu demişəm və burada da təkrar etməyə özümə borc bilirəm. Bugün İranda güya Amerika üzərində qələbə çalmaqla bağlı hər hansı bir belə deyək də kütləvi aksiyanın keçirilməsi əslində Amerika Birləşmiş Ştatlarının İrana bir hədiyyəsidir. Amerika Birləşmiş Ştatları İrana yalnız onu hədiyyə edir ki, sən buyur öz auditoriyaya sənin inqilabi deməli situasiyanın yaranmaması üçün daxilində və onu da qeyd edim ki, inqilabi situasiyanın yaranması İranda çox da uzaq bir zaman tələb etmir. Məsələn, ötən gün mən elə danışarkən xatırladım. Rusiya Dövlət Dumasında Zyuganov ki, 10 illərdir ki, Putinin himayəsindədir, onun çətiri altında fəaliyyət göstərir. Dumada müxtəlif vəzifələr tutub və s. və axır məsələlərdə və dünənləri bildirdi ki, Rusiyanın birinci rübdə ilk iqtisadi deməli hesabatı böyük bir faciə idi. Və nəzərə alın ki, bu davam edəcəyi təqdirdə Rusiyada 17-ci il inqilabı təkrar ola bilər. Nəzərə alın ki, hakimiyyətin nəzarətində olan bir deməli partiyanın lideridir. Amma İranda bilirsiniz ki, hətta münaqişədən öncə bir hiperinflyasiya məsələsi var idi. Hiperinflyasiya olan ölkə hər gün 435 milyon dollar, Trump'ın təbirincə desək 500 milyon dollar itirir. Bu isə ayın sonunda 13-15 milyard dollar arasında deməli vəsaitdir və bu da insanların getdikcə maliyyə vəziyyətinin azalması ilə nəticələnəcək. Artıq İsfahanda mən deməli ötən gün qarşıma çıxdı o demək məlumat ki, artıq zavodlar, fabriklər sözsüz ki, bombalanmayan zavod və fabriklərdən gedir. Həmin fabrik və zavodlar artıq fəaliyyətlərini dayandırır, minlərlə insan işsiz statusudadır. Yəni bu məsələni sözsüz ki, o ictimai müqavimət İranın hətta Sepahın bugün hakimiyyətdə olmasına rəğmən İran hərbi kontingentin, çünki siyasi kontingentin fəaliyyəti demək olar ki, görünmür. İran hərbi kontingentini Amerika Birləşmiş Ştatlarının tələbi ilə razılaşmağa məcbur edəcəkdir. Təşəkkür edirəm Bakir bəy. Siz sağ olun. Çox sağ olun ətraflı geniş şərhiniz üçün. Əziz tamaşaçılar, efirimiz sona çatır. Qeyd edim ki, saat 15-də və 17-də çox maraqlı debat proqramı ilə yenidən görüşünüzə gələcəyik. Hələlik sağ olun, salamat qalın.